Kimisi hələ uşaqkən, kimisi gənc vaxtlarında tərk etmək məcburiyyətində qalmışdı. Ata-baba yurdunu, soyuq şaxtalı günlərin yerini isə yenidən həmin torpaqlara qayıtmaq ümidləri isidirdi. Nəhayət, o gündə gəldi çatdı. İndi gəlmişik bu gözəl Xocavənd şəhərində öz mənzillə, binada mənzillə təmin olmuşuq. Gözəl şəraiti var. Mən çox razıyam bu şəraitdən. Çox gözəl tikilib. Bugün bizim üçün çox əlamətlər gündür. Çox sevinirik. Ailəmlə, uşağımla gəlmişəm buraya. İnşallah burada əbədi yaşayacağıq. Allah gözəl günlər qismət eləsin. İlk mərhələdə Xocavənd şəhərinə 50 ailə olmaqla 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə olmaqla 94 nəfər qayıdıb. Onlar ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Xocavənd şəhərinə geri qayıdan ailələr həm fərdi yaşayış evlərində, həm də çox mənzilli binalarda yaşayacaqlar. Bərpa quruculuq işləri Xocavənd rayonunda sürətlə davam etdirilir və növbəti aylarda yenidən köç gözlənilir. Xocavənd rayona bugünə kimi bir kəndə və 2 qəsəbəyə köç baş tutmuşdur. 283 ailə artıq öz doğma evlərinə qayıdıb. Şəhər və kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Nərgiz Orucova, Elgün Qəmbərov, Şamilə Şamil qızı, ASTV xəbər.